Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakşin, insan psixologiyası metodisti. Əslində günümüzdə çox insana sən kimsən sualı verirsə, inanın ki, bunu bir çox insan cavab tapa bilməyəcək. Səhər durur, muzlu əmək haqqı maaş kimi işə gedir, gəlir. Həyat tərzi tam formalaşmayıb. Əksəriyyəti çox təbii ki, ailə qurmayıb, yaxud beyində tam olaraq nə üçün yaşayır, həyat fəaliyyəti nədir, niyə dərk eləmir. Bu da birisi nədən bağlıdır? Əksər insanların xüsusən uşaqlıq yaşlarından yetişdirilən və tərsinə, yəni səhvən yetişdirilib yanlış istiqamətdə yönləndirilən hansı ki, həmin uşaqlar var, onların günahları valideynlərinin səhv yönləndirməsindən qaynaqlanır. Uşağı hamı universitetdə oxumalıdır. Bu uşaq bəlkə tüpoydu, beyninə bir növ təsir girmiş, onu hər hansı bir növ peşəyə istiqamətləndirmək yerinə zor gücünə, bəlkə də bunu hər hansı bir növ maşın sahəsinə, yaxud bir digər kulinariya olsun, qız, oğlan, yəni hər hansı bir peşəyə yönəltmək və nəticədə olaraq muzlu əmək haqqı ilə həyatını heç qura da bilmir. Hər zaman çalışın ən azından uşaqlarınızın kiçik yaşlarından, yəni balaca vaxtlardan onların fikirlərini soruşmağa, yaxud hər hansı bir növ istiqamətdə gedəcəksə onları bilin ki, ən azından gələcək həyatını dırnaq ucu boyda qədər 1%-lə qurmasına dəstək ola biləsiniz. Əks halda itirəcəksiniz. Həm uşağın gələcəyini də, həm də həyat fəaliyyətini.